Salam əziz izləyicilər. Ağırlıq qüvvəsinə bağlı belə bir test tapşırma stilinə baxaq. Kütlələri m və 4m olan iki cisim eyni vaxtda 40 metr hündürlükdən sərbəst düşür. Düşməyə başlayandan 2 saniyə sonra birinci cismin ikinci cismə nəzərən sürətini hesablayın. Demək, cismin son sürəti üçün düstur yazsaq, v bərabərdir v0 plus gt yaza bilərik. Buradan da sərbəst düşdüklərinə görə başdan sürəti 0 götürsək, v bərabərdir gt qalacaq. Hər iki cisim ikisi də 2 saniyə hərəkətdə olduqlarına görə 2 saniyə 40 metrdən aşağı düşürlər. Ona görə V1 də bərabərdir. 10 yazarıq. T'ləri hər dəfə 2 saniyə. Olacaq 20. Və ikinci cisim sürəti üçün də eyni qaydanı. J'ni 10 yazarıq. Yerə düşdüyü müddət 2 saniyə olduğuna görə yenə də 2-ni buraya yazsaq olacaq 20. Demək, hər iki cisim 2 saniyə sonra sürətləri olur 20 metr per saniyə. İndi isə bizə sual verir ki, birincinin ikinciyə nəzərən nisbi sürətini tapın. Bunlar eyni istiqamətdə hərəkətlərdə olduğuna görə V1 çıx V2 olaraq yazarıq. Bu da bərabərdir. 20 çıxılsın 20. Bu olacaq 0. Yəni birincinin ikinciyə nəzərən nisbi sürəti 0-a bərabərdir. Doğru cavab D variantı. Sağ olun, növbəti videolarda görüşənədək.